İmam Rza əleyhissalamın ziyarətinə yola düşürük. İnşallah hər birinizə duaçı olacaq. Videonu axıra qədər izləyin, sizə ətraflı Məşəd ziyarətini göstərəcək. Amin inşallah. Beləsi savadlı, imanlı, təqvalı tur rəhbəri ilə yol getmək özü bir nemətdir. Allah hər birimizə nəsib eləsin. Amin. İnşallah. Huzur tur rəhbəri ilə gedərsiniz inşallah, ziyarət edəsiniz. Amin. Allah razı olsun. Allah şahid. Bizi izləyin. Ya salam olsun bizi izləyənlərə. İnşallah ki yola düşürük. İmam Rza əleyhissalamın ziyarətinə tərəf. Allah qəbul etsin. Bu anları, bu günləri, bu dəqiqələrə lütf edir. Biz bu avtobusa daxil olanda bir-birimizə yad idik. Artıq doğmalaşmışıq bir-birimizə. Bir-birimizin adı ilə çağırırıq, bir-birimizə ərkəkliyirik, sözləyirik. Bu İmam Rza əleyhissalamın bizə olan lütfüdür. Çek imam, mehriban imamdır, bizi də mehriban olmağa dəvət edir. Allah bu mehribancılığımızı əlimizdən almasın. Allah bizi hər zaman Əhl-i Beytin ziyarətinə zəvvar qərar versin. İmam Həsən əleyhissalamın 4-cü qız nəslindən olan Seyyid Əbdülhəsəni İmam Mosa-i Kazım əleyhissalamın dövründə dünyaya gəlmiş, Həzrəti İmam Rza əleyhissalamı görmüş, Həzrəti İmam Cavad əleyhissalamın və İmam Əli Nəqi əleyhissalamın xidmətində dayanmışdı. Seyyid Əbdüləzim Həsəni İmam Hüseyn əleyhissalamın hərəmini müdafiə edənlərdən idi. Çünki bir zamanlar İmam Hüseyn əleyhissalamın hərəmini aradan aparmaq istəyirdilər. Amma Seyyid Əbdüləzim Həsəni buna mane olurdu. Həmçinin İmam Əli Nəqi əleyhissalamın ən yaxın və etibarlı dostlarından biri idi. Məhşur hədis var. İmam Əli Nəqi əleyhissalam buyurur: "O kəslər ki, Kərbəla ziyarətinə gedə bilmirlər, bizim dostlarımızdan olan Əbdüləzimi ziyarət eləsinlər."